Amma bitkilər haqqında nə deyə bilərsən? Bax mən ən çox bitkiləri insanlara təbliğ eləyirəm, göstərirəm ki, şəfa bitkilərdədir. Mən özüm də çox istifadə elədim, şəfa gördüm də onda. Bitkilər haqqında sən də öz fikrin nə deyə bilərsən? Buyur. Düşən bitkilər haqqında mən bir dənə onu özümdə təsəvvür yaranıb ki, məndə bu bitkini Allah Taala insanda Allah Taala yaradıb. Bitkini də insan üçün yaradıb. Canlı bəşər üçün, canlı heyvanlar üçün, hər şey üçün o bitkiləri yaradıb. İnsan Allahın yetişdirdiyi o meyvələrlə qidalanmalıdır əslində. İnsanların 300 il, əcdadımızın 300 il ömrü olub. Hansı ki, onda o vaxtı, o devirdə mən eşitdiyimə görə, da indi mən orada yaşım çatdı. Eşitdiyimə görə od əmələ gələndən sonra insanların ömrü başlayıb qısalmağa. Hansı ki, insanlar meyvə ilə qidalananda tam sağlam olubdu. Bu günlərimdə insanlar meyvə ilə qidalanmalı. Vallahi bir dənə düşüncə vardı. Bir dənə də düzdür, bu söhbəti qoydum qabağına keçdim də. Biz düşünəndə ki, biz düşünəndə bu sözü deyim bağlayıram. Biz düşünəndə qazanda bişən qidanın bizə nə faydası olar? Bizə canlı lazımdır. O qida ölü qidadır sayılır. Mən şəxsən o qidanı evdə də uşaqlarıma da, nəvələrimə də deyirəm. Mən qazanda bişib qaynayıb ölüm artıq o. Ölü qidadır. Bəli, ölü. Axı enerji yediyin qida sənə enerji verir. Düzdür. O yanıb enerjini verir da sənə. Düzdür. O sən onu öldürüb atırsan mədəyə. Mənim ciyərim. O sənə nə enerji verir? Mənim ciyərim çürümüşdü, ağzımdan laxta-laxta qan töküldü, nəfəsim xışıltı, xırıltı. Onu mən o qədər canlı qida yedim ki, onu düzəltdi, yaşartdı, gözəlləşdirdi. Bəli. Ölü qida onu düzəldə bilməz. Heç vaxt canlandıra bilməz. Şimdi sən qan qusur. Mən adi suya həsrət idim ki, qurtumu ağzıma aldığım suyu udmağa həsrət idim. Vallahi keçmirdi. Bir zaman var idi, əmin də başına gəlib. Deyirdim ki, bir dənə iynə olsun, mənə vursunlar ölüm. Yəni bezmişdim o ağrılardan, acıdan, o dəhşətdən. Yəni ki, sən də başına. Müəllif doktora mən yalvarırdım ki, mən bilməyim. İynə vur canım qurtarsın da deyirdi, yox, mən həkim andım var, onu poza bilmərəm. Vurmurdu o ilə mən. Amma mən ona yalvarırdım ki, mən ölüm canım qurtarsın. Oynaq ağrıları, bədən ağrıları, onurğa bir tərəfdən yırtıq 19 milli deyirlərdi yırtıq var. Nə əməliyyata getdim, nə bir şey. Nişin sisteminə oturandan sonra hamısı düzəldi. Şəkərim də var idi, panik atakım da var idi. Ondan sonrasına mədəmə də ki, heç nə keçirdə bilmirdim. Su içə bilmirdim. Adi suyu içə bilmirdim. Belədir. Düzdürmü? Allah köməyin olsun, Allah səndən razı olsun. Allah bütün xəstələrə şəfa versin. Amin. Bizlər də onun üçün. Hər bir şəxsin sağlamlığı özünün əlindədir. Öz əlində. Bəli. Boş şeydir, mən həkim sağaldacaq, nə bilim mən sənə. Həkim sənə düz yol göstərir. Həkimlər hamısı, həkimlərimizin mən də vaxtında istifadə eləmişəm. Həkimə gedən hər bir adama həkim reseptin yazır, deyir sən bax filan yerin ağrıyır, budur. Bu dərmanlar yazır, sənə ən axırda onu tövsiyə edir ki, getginən düzgün pəhriz qidalan, düzgün qidalan. Amma biz gedib düzgün qidalanmağı seçmirik, həkimin ancaq o yazdığı həblərə özümüzü dayayırıq ki, o bizi sağaldacaq. O bizi sağaltmır, həkim özü sərdiliyi ilə deyir. Deyir ki, sən bu böhrandan çıxartmaq üçündür, krizdən çıxartmaq üçündür. O vəziyyətdən çıxartmaq üçündür. Bəli, qalan özün sən pəhrizli otur elə, sağal. Biz əmi də bayaqlarda bir dənə danışdıq, indi əvvəlki videoda baxarsınız, görərsiniz. Biz orqanizmi çox yiyoruq. Gedirik toya, süfrədə 10 cür qida var. Hamısından yeyirik. Hamısından biz düşünmürük ki, bu mədə-bağırsaq sistemi, yəni ki, bizə belə deyim də, belə deyir ki, sən nə göndərirsən bura? Bu hamısı xarab olur orada. Təsəvvür edin ki, bir dənə vedrənin içinə tökün o hamısı qidaları, bax orada süfrədə olan, ağzını bağlayın. 1-2 saatdan sonra bir dənə ora baxın. O yiyəcək orada qoxuyacaq, bütün hamısı xarab olacaq. Hamısı da orada mədə-bağırsaq sistemində xarab olur. Mənim 85 kilo çəkim var bu saat. Nə artmıram, nə azalmıram. Çünki pəhrizə oturmuşam deyə artaram. Pəhrizimi pozsam artaram, çoxalaram. Pozsam azala da bilərəm.
Amma 85 kiloda qalmışam. İndi mənlə oturub yoldaşlar gedib çörək yeyirik. Mən bir az yeyən kimi çəkilirəm də doyuram. Mədəm o qədər kiçilib ki, düzgün normadadır ki. Düz. Mən tibb elmindən eşitdiyimə görə hər bir insanın mədəsi öz yumruğu boyutdadır. Düz, evet. Amma adam var stol üstündən nə qədər yeyir, mədə onu hara aparır mən bilmirəm. Mədə dolur, mədə uzanır, gedib çanağa qədər çıxır. Mədə öz Mən yeməkdən qabaq bir stəkan çay içəndə yeyəsi olduğum yeməyin yarısını yeyə bilmirəm. Düzdür. Bu cür çünki o çay oranzanit elədir. Balaca mədədir. Mənə deyirlər ki, sən bununla nətər? Nə olub? Mən hamısından da yaxşı belə gümraham. Niyə? Mədəni yükləmirəm mən. Orqanizmi yormursan. Bəli, yorulmur orqanizm. Yorulmur, bəli. Çox sağ olun. Artıq yeyəndə görsən ki, nəfəs ala bilmirsən, tıncıqırsan, əziyyət çəkirsən. Hamısı orqanlar sıxılır. Bəli, hamısı sıxılır. Heç nə, Allah köməyin olsun, Allah səndən razı olsun, insanlar marifətləndirsin. Allah millətə nə deyim, belə kömək olsun, sağlam can versin. Amma sağlam can hər bir insanın özünün əlindədir. Öz əlimizdədir, öz əlimizdədir. Bəli. Düzdür, tam düzdür. Çox sağ olun, Allah köməyin olsun.